Ölkəmizdə maşınların bazar dəyəri necə şişirdilir? Baxın, bir dənə gözəl qardaşdır. Bugün mənə 2013-cü ilin polnuful elan trasını atıb, deyir 21 mindən aşağı vermərəm. Dedim, qardaşım, sənin maşının real bazar dəyəri 16-17 min olmalıdır. Deyir ki, mənim maşınımı əlim yandakı leş maşınlarına səhv salma. Deyirəm, ay gözləyim. Bu saniyə 2017-nin 18-ci sadə doz mühərriklə, daş döyən, vəli komplektasiyada, lükuna kimi, güclərdə kol zonasına kimi olan restyling kuzası 18-20 min manata Azərbaycana tam təhvil oturulur. Yəni sən 2013-cü ilin elantrasını Allah bilir 3-4 il əvvəl Azərbaycana 17 minə oturmuş elantranı məlum şəxslərdən 21 minə, 22 minə almısansa, bu saniyə çox ziyana getmək istəmirsənsə, bu sənin problemidir. Nəyə görə? Çünki alverdə gözəl bir kəlmə var. Maşına alanda udmaq lazımdır, satanda onsuz uduzacaqsan. Bax, mən yaxşı, mən sənin maşınıma klient tapdım. 21 minə satdıq. 21 minə satandan sonra sərsi gün o qardaş da 21 minə aldığına görə bir il sonra uzağı 19 yarıma satmaq istəyəcək ki, 1500 yana gedim. Yəni, Avropada, bütün dünya ölkələrində maşınların illəri köhnəldikcə maşının dəyəri düşür. Bizdə deyirlər ki, yox, ideal maşının ideal qiyməti olur. Qardaş, gəlin razılaşaq ki, ideal elantranın bu saniyə bazar dəyəri 20-21 min olsa da reallıqda 16-17 min olmalıdır. Hal-hazırda 2020-nin elantrası Azərbaycana 21 min manata gəlirsə, bazarda da 21 minə yaxşı vəziyyətə tapmaq olursa, 2035-ci ildə olsaq, 2013-cü ilin elantrasına alacaqsan, yoxsa 2021-ci ilin elantrasını alacaqsan. Yəni, bir 10 il sonra artıq 2013-cü ilin elantrası qocaman sayılacaq. Yəni 21-in elantrasını almaq, yəni kuza cəhətdən də, komplektasiya cəhətdən daha bol olan elantranı almaqda boyun qaçırırıq, gedirik 2013-cü ilin elantrasını alırıq baha qiymətə, sonra da baha qiymətə satmağa çalışırıq və bazar şişə gedir. Bu bütün maşınlara aiddir. Qardaş, maşını alanda onun Azərbaycana gəliş qiymətinə, hər bir şeyinə diqqət yetirin. Əks təqdirdə maşınınızı baha alacaqsınız məlum şəxslərdən, sonra da çox pul uduzmamaq üçün deyəsiniz ki, ideal qiymətə ideal maşındır. Ya, belə deyil axı qardaş, reallıq danışır. Necə deyim, başqa cür izah eləyə bilmirəm fikirlərimi. Yəni bu reallıqdır, ən məntiqi üsuldur. Yəni sən 2013-cü ilin elantrasını 21 minə satsan, yaxşı 2020-nin elantrası da 21 mindir. 10 il sonra 2013-cü ilin elantrasından 2021-nin elantrası bir olacaq, yox. Yəni səhərimizi də fikirləşmək lazımdır da. Yəni bu bazarın şişirdilməsidir. Belə eləmək lazım deyil. Səhifəmizi takib eləmək lazımdır. Öpürəm sizləri, çox sağ olun. Nə vaxt belə ağlıma nəsə maraqlı mövzular düşdü, sizi sıxmıramsa belə açıqlamalar verəcəm.